Ay uşaqlar, sizdən nə soruşur? Sözün quruluşunu dəyişən şəkilçi hansıdır? Yataqxanadakılar. Siz nə götürmüsünüz? 1, 2, 3 götürmüsünüz. Yəni leksik şəkilçiləri seçmisiniz də. Bu tipli testlər düşəndə siz bütün leksik şəkilçiləri yox, birinci leksik şəkilçini götürürsünüz. Baxın, indi söz nədir? Yatmaq feili, yat, sözün kökü də elə, yatdan yaranıb yataq. Sözün kökü necədir? Sadə. Yataq arq şəkilçisi bundan nə yaratdı? Düzəltmə söz yaratdı. Deməli, sözün quruluşunu dəyişən nə oldu? Bu arq şəkilçi, birinciyi götürürük. Yataq sözü düzəltmə sözdürmü? Düzəltmədir. İndi yataqxanaya gəlirik. Yataqxana da düzəltmədirmi? Düzəltmədir. Yataqxanadakı da düzəltmədirmi? Düzəltmədir. Deməli, bu 2, 3 nömrəlilər, bunlar heç bir iş görmədi. Düzdür, iş gördülər. Söz düzəltdilər, yəni bir sözdən başqa söz düzəltdilər. Söz onsuz da düzəltmə sözüydü. Bu düzəltmə sözdən təzədən bir də düzəltmə sözü yaratdı. Bizdən nə soruşur? Sözün quruluşunu dəyişən şəkilçi hansıdır? Birinci dəfə quruluşunu dəyişən nə oldu? Arq şəkilçisi oldu. Ona görə də bu cür testlər düşəndə, bu tipli suallar düşəndə siz leksik şəkilçilərin hamısını götürməyin. Götürəcəksiniz hansı şəkilçi ki sözü sadədən düzəltməyə çevirdi, o şəkilçini götürəcəksiniz. Sadədən düzəltməyə çevirən arq şəkilçisi, deməli doğru cavabımız 1-dir.